Əliyar Ağayevin təyinatı vaxtı belə bir şeyin başımıza gələcəyini ehtimal edirdik. Bu sözləri Azərbaycan Kubokunun yarımfinal çərçivəsində keçirilən Turan-Tovuz Zirə oyunundan sonra Tovuz təmsilçisinin prezidenti Ehtiram Quliyev deyib. Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, haqqımızı içməsinlər. Bir il boyu əziyyətimizi gəlib, bir gündə yerə vururlar. Əliyarın Turanın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun. Futbolda bəzi şeylər dəyişməlidir. Bunlar dilə gətirilməlidir. Biz səssiz qaldıqca Əliyargillər belə oyun idarə edəcək. Futbolumuzu yaman günə qoyacaq. Azərbaycan futbolunun Əliyargillərdən canı qurtarmalıdır deyə o qeyd edib. Qeyd edək ki, Tovuzlar yarım finalının ilk oyununda Bakı təmsilçisinə 2-0 hesabı ilə məğlub olub.